Ermənistanın sabiq prezidenti Robert Köçəryan ölkədən qaçarkən hava limanında saxlanılıb. Baş nazir Nikol Paşinyanın seçkidən sonra Köçəryan Sərkisyanla bağlı cinayət işinə yenidən baxılacağının anonsunu verməsi bu baxımdan diqqət çəkir. Bildiyimiz kimi, Robert Köçəryan və Serj Sərkisyan Azərbaycana qarşı çoxsaylı cinayətlərdə, o cümlədən Xocalı soyqırımında ittiham edilir. Son proseslər fonunda Ermənistanın Köçəryanı Azərbaycana təhvil verməsi mümkündür. Qlobal İnfoaza danışan beynəlxalq hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, nəzəri baxımdan mümkündür, amma praktikada çox çətin görünür. Stat: Ermənistanda Köçəryana cinayət işi açılsa və o həbs edilsə, İrəvan sonradan onun başqa dövlətə verilməsi məsələsinə baxa bilər. Lakin ekstradisiya üçün adətən konkret ittihamlar, məhkəmə qərarları və iki dövlət arasında hüquqi prosedurlar tələb olunur. Beynəlxalq hüquqda şəxsin başqa ölkəyə təhvil verilməsi üçün həmin ölkənin öz siyasi iradəsi ilə yanaşı hüquqi əsaslarında olması vacibdir. İndiki siyasi şəraitdə Ermənistanın Köçəryanı Azərbaycana təhvil verməsi hüquqi baxımdan mümkün olsa da, siyasi baxımdan çox aşağı ehtimallı görünür. Hazırda Ermənistan daxilində Köçəryan ətrafında baş verən proseslər daha çox daxili siyasi mübarizə və seçkilərdən sonraki vəziyyətlə əlaqələndirilir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.